İstəyir rubrikasının növbəti qonağı 96 nömrəli məktəbin riyaziyyat müəllimi Hacıva Fatimə. Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Bu sözləri ulu öndərimiz Heydər Əliyev söyləməklə həmişə maarifçilik ideyalarını ön plana çəkmişdir. Müəllim sabahın qurucularını yetişdirən bir varlıqdır. O şagirdlərə elm verməklə yanaşı, həm də vətənpərvərlik hissləri aşılayır. Məhz buna görə də ağıllı və güclü siyasət nəticəsində torpaqlarımızın geri alınmasında, qəhrəmanlıq göstərən oğulların yetişməsində müəllimlərin rolu danılmazdır. Müəllim xalqın, millətinin sağlamlığı qayğısına qalan həkimlər yetişdirir. Müəllim qanun keşiyində dayanan hüquqşünaslar yetişdirir. Bəs zamanla gənclik arasında körpü yaradan, xalqının, millətinin yolunda ömrünü şam kimi əridən müəllim nə istəyir? Müəllim diqqət, hörmət, sevgi dolu, qayğı, hörmət istəyir və zəhmətinə dəyər istəyir. Onda biz müəllimlərin arzuları gerçəklənə bilər. Məktəb illəri